Prezident İlham Əliyevin sərəncamı ilə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Azərqaz İstehsalat Birliyinin sifarişi ilə 2010-cu ildən Masallı şəhərinin qazlaşdırılması davam etdirilir. Hazırda rayonun 64 kəndi mavi yanacaqla təmin edilib. Bu da rayon üzrə qazlaşmanın 68,5%-ni təşkil edir. Ulu Öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı Eminli kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Açılış mərasimində çıxış edən sakinlər kəndin mavi yanacaqla təmin edilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd olunub ki, Sovet dövründə belə sözü gedən kənddə mavi yanacaq olmayıb. Sakinlər uzun illər balon qazından və odun sobalarından istifadə etməklə keçiniblər. Artıq kəndə mavi yanacağın verilməsi sadalanan problemlərin aradan qalxmasına səbəb olub. Daha sonra açılışın rəmzi olan məşəl alovlandırıldı. Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Sevincimizin həddi-hüdudu yoxdur. Uzun illər görmədiyimiz bir hadisənin şahidiyik. Odur ki, biz təbii qazın açılışı münasibətilə möhtərəm cənab prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Biz İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bütün Eminli qadınları adından çox sağ olsun, var olsun bizə bu çətinlikdən qurtardığı üçün. Əvvəl çox əziyyət çəkirdik. Odunla, ocaqla işləyirdik. Qonşu kənddə gedib qaz doldururduq. İndi sağ olsun, var olsun. Qeyd edək ki, Eminli kəndində 175 mənzil sayğaclaşdırılıb. Müxtəlif diametrli borularla yeni xətlər çəkilib. Bundan başqa 2013-cü ilin sonuna kimi rayonun digər yaşayış məntəqələrinin də qazlaşdırılması nəzərdə tutulub. Aytən Sakit qızı Elşən Feyzullayev, Zahid Aydınoğlu, Masallı.